Kimin əlinə nə gəldi atır, düşür, külək aparır. Ətraf mühitlə biz qidalanırıq, hava alırıq. Hirkan Milli Parkının müxtəlif əraziləri və parkdan keçən yol boyu hissələr məişət tullantıları ilə çirkləndirilib. Xüsusilə plastik qablar, şüşələr, sellofan torbalar və digər tullantılar parkın təbii mənzərəsini korlayaraq xoşagəlməz görüntü yaradır. Parkın dərinliklərinə doğru irəlilədikcə bu mənzərəyə daha çox rast gəlinir. Ziyarətçilərin sözlərinə görə ərazidə zibil qutularının sayı olduqca azdır. Yalnız bəzi fərdi sahibkarların fəaliyyət göstərdiyi çayxana və istirahət məntəqələrinin yaxınlığında zibil qutuları mövcuddur. Nəticədə istirahətə gələnlərin bir qismi tullantıları ilə Milli Parkın ərazisinə atır. Mütəmadi indi vaxtımız olmur, müəyyən bir vaxtlarda gələ bilirik. Gəlmişik, yəni belə bir narazılığımız yoxdur. Su var idi mi? Sizə rast gəldi mi bu ərazi? Heç vaxt rast gəlməyib. Yəni keçən ildə, o birisi ildə biz gəlmişik, belə bir şey görməmişik. Zibil qutularını görməmişik heç vaxt burada. Olsa əlbəttə ki, yaxşı olar. Yoxdur. Yəqin ki, aidiyyatlı qurumlara nəsə müraciət eləmək lazımdır, ondan ötürü ya özləri görərlər, nəsə tədbir görmək lazımdır. Əlbəttə ki, bu içməli sudur da. Müəyyən bildiyimizə görə burada cəmaət içməli sudan istifadə edirlər. Buranın özüdür, çirkli olur. Yəni kimin əlinə nə gəldi atır, düşür, külək aparır, olur da. Problemin digər təhlükəli tərəfi isə qadağan olmasına baxmayaraq parkın müxtəlif hissələrində ocaq qalıqlarının aşkarlanmasıdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə yay aylarında bu cür halların baş verməsi meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırır. Ətraf mühitlə biz qidalanırıq, hava alırıq. Yəni əlbəttə ki, olmaz. Və hamımızın borcudur ki, nə yeyiriksə onu yığışdıraq, özümüzdən aparaq. Harada zibil üçün nəzərdə tutulub, bu yerlərə ataq. Təbiətə görə qulluq eləyəsin ki, təbiət də sənə qulluq elər. Diqqət çəkən məqamlardan biri də odur ki, tullantılara daha çox ambulan su anbarının yaxınlığında rast gəlinir. Bu isə bölgənin əsas içməli su mənbələrindən biri olan su anbarlarının çirklənməsi riskini artırır və ekoloji baxımından ciddi narahatlıq doğurur. Ziyarətçilər hesab edirlər ki, Milli Parkın müxtəlif hissələrində zibil qutularının sayının artırılması, əhaliyə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi bu problemin həllinə mühüm töhfə verə bilər.